bir dənə zikr öyrədim sizlərə və öyrənək. Mən də sizdən bir yerdə bir zikr öyrənək. Bu çox mühüm zikirdir. Bu zikrin adı Ya Kaşifəl Kərbdir. Əbəlfəz ağanın zikridir. Qəm-qüssə çox olanda, dərd çox olanda, narahatçılıq çox olanda mütləq bu duanı gün ərzində nə qədər imkanınız var, məhərrəmlikdə və yaxud qeyri-məhərrəmlikdə 100 dəfə, nə qədər bacarsanız oxuyun. Tərcüməsini də deyəcəm, ərəbcəsini də oxuyacam. Əbəlfəz ağanın deməli zikridir. O dua belədir. Ya Kaşifəl Kərb, Ya Kaşifəl Kərb, Ən vəcihil Hüseyin, İkşif kərbi bihaqqi əxikəl Hüseyin. Bu duanın o qədər böyük zənginliyi var ki, ey Hüseynin üzündən qəm-qüssəni götürən, ey Hüseynin üzündən qəm-qüssəni götürən, qardaşım Hüseynin haqqına xatir mənim də çətinliklərimi həll et. Həzrəti Əbəlfəzin təvəssül olan bir zikirdir. Kim ki Həzrəti Əbəlfəzə təvəssül eləsə, mütləq şəkildə bu zikir və duanı mütləq çox oxusun.